Salam hörmətli izləyicilər, bugün sizə WhatsApp kanalımızda paylaşdığımız bir sualın izahını vermək istəyirəm. Qeyd edim ki, bugün biz cümlə üzvlərinə aid 10 sual paylaşmışıq. Siz də bu suallardan daxil olaraq WhatsApp kanalımıza həmin sualları işləyə bilərsiniz. Biri cümlə üzvü kimi təyin ola bilir və bir çox şagirdimizin xahişi ilə bu sualı izah etmək istədim. Təyinin suallarını əvvəlcə yadımıza salaq. Təyinin sualları sifət və sayın sualları ilə eynidir. Və şəxs əvəzlikləri sifət və sayın suallarına cavab verə bilmədiyi üçün təyin ola bilməz. Feili bağlama keçərkən qeyd edirik ki, feili bağlama həmişə zərflik olur. Təsriflənən feillər isə nə olur? Həmişə feili xəbər olur. Ona görə bunu da çıxırıq. Məstər isə təyin ola bilmir. Düzdür, deyə bilərsiniz ki, istisnalar var. Düzdür, istisnalar var, amma belə suallarda istisnalar nəzərə alınmır. D-ni də çıxırıq, qaldı mürəkkəb adlar. Mürəkkəb adlar mövzusunu yadımıza salaq. Mürəkkəb adlar nə idi? Söz birləşmələri ifadə olunurdu. Əsasən böyük vəzifə adları, yer adları, ölkə adları, dəniz adları, müxtəlif müqavilə, müharibə, sonra kitab, kafe, restoran və s. adlar mürəkkəb adlar hesab olunur. Amma bu mürəkkəb adlar necə təyinə çevrilə bilir? Ona aid bir nümunə yazaq. Məsələn, bayaq dedim ki, böyük vəzifə adları mürəkkəb ad olur. Buna aid bir cümlə yazaq. Azərbaycan Respublikasının prezidenti. Azərbaycan Respublikasının prezidenti çıxış etdi. Belə bir cümlə yazaq. Bu cümləni biz təhlil edək. Nə etdi? Çıxış etdi. Oldu xəbər. Kim? Azərbaycan Respublikasının prezidenti. Burada mürəkkəb ad mübtəda oldu. Düzdürmü? Amma indi biz cümləni belə düzəldək. Belə mürəkkəb adı olarkən mürəkkəb ada aid olan başqa bir isim və ya söz birləşməsi varsa, bu zaman mürəkkəb ad təyinə çevrilə bilir. Yəni Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxış etdi. İndi biz cümləni belə təhlil edirik. Çıxış etdi kim? İlham Əliyev. İlham Əliyev oldu burada mübtəda. Hansı İlham Əliyev? Azərbaycan Respublikasının prezidenti. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev. Biz bu xətti silək. İlham Əliyev. İndi biz təhlil edək. Kim çıxış etdi? İlham Əliyev. Hansı İlham Əliyev? Azərbaycan Respublikasının prezidenti. Bu çevrildi təyinə. Nə üçün biz hansı sualını verdik? Çünki İlham Əliyev adı təkcə prezidentimizin adı deyil. Bir çox insanların adı İlham Əliyev ola bilər. Ona görə belə bir sual verdik. Hansı İlham Əliyev? Azərbaycan Respublikasının prezidenti. Burada Azərbaycan Respublikasının prezidenti oldu mürəkkəb ad və təyin.